Sabahdan etibarən ərazisindən ABŞ və İsrail səfirlərini çıxaracaq, istənilən Ərəb və ya Avropa ölkəsinə Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək. İran Dövlət Televiziya və Radio Yayım şirkəti tərəfindən oxunan İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir. Sepahın bu bəyanatına cavab olaraq ABŞ prezidenti Donald Trump bildirib ki, əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə indirəcək. Bu arada Pakistan Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdəki münaqişə fonunda ölkənin dəniz daşımalarına qarşı təhdidlərə qarşı tədbir görmək və enerji təchizatının fasiləsizliyini təmin etmək üçün əməliyyata başlayıb. Qurum vurğulayıb ki, Pakistanın ticarətinin təxminən 90%-i dəniz yolu ilə həyata keçirilir. Hərbi gəmilər ölkənin enerji təchizatının fasiləsiz axını və dəniz kommunikasiya xətlərinin təhlükəsizliyi təmin olunması üçün ticarət gəmilərini müşayiət edəcək və onların hərəkətini izləyəcək.